Salamlar. Bu günləri gedirik Sədəliyə. Ona görə də istədim sizin üçün bir vlog çəkeyim. Başlayaraq makyajla təbii ki. Burada gördüyünüz SPF-də üzmə tətbiq edirəm. Bugünkü makyajımın əsas... Şu bəsdir? Nədir o elə? Rəngi. Hə, bəsdir. Nəcə bunun içində dəmləmsən? Buradan aldığım vasitələr olacaq bugünkü makyajımın əsas inserləri. Aldığım hamısını sınaqdan keçirəcəyik bərabər. Evet, güzelce bir nemlendirerek yüzümüzü. Önce, geçen dəfə də dediyim kimi, mən birinci qaşlarımı darmağa xoş duyuram. Makyajdan önce. Fırçamız Temudan'da. Qaşlar üçün. Biz bəlkə yaxına gəldim. Belə okeydir. Bekarçılıq olan kimi gördüyüm ilk iş qaş daramaqdır. Qaş barədə mən qalmışam 90-cı il, 90-cı 2000-ci illərdə. Heç sevmirəm qalın qaşlar. Yəni bəlkə də yaraşanı var ya, amma mən elə gəl ki, qadınsı göstərmir o qaşlar. Yaman da qaşlarım var, 2 saatda arayıram. Biləm. Altını falan silirik ki, nə olmasın? Kapatıcıya mane olmasın. Mən əsas renk bərabərsizliklərim buralardadır. Ona görə konsileri buralara. Bu sponge kubka nə deyirsiniz artıq? Bu Temudan'dır. Kubkanı açıqcası artıq neçə aydır mən istifadə edirəm. Razıyam. Zaten mənim heç bir ürünüm çox qapatıcı, belə qapatıcı deyil. Yəni bəlkə də o baxımdan şanslıyam ki, mənim heç vaxt gözaltı halqalarım, nə bilim, qaralıqlarım olmuyor. Əsas ana olandan sonra gecələr çox yuxusuz qalanda, yorğun olanda, onda hə, gözaltı qaralıqlarım başlayır. Məsələn, bu dönənləri çox yuxusuz qalanda. Qulağıma qayıbdən səslər gəlir. Baxıram, görüm orada nələr baş verir elə. Amma heç nə yox imiş. Okay. Bu kubkamdan, Temudan'dan. Göz üstündeki kapatıcını da çalışıp mütləq sabitleyin. Panda yaxşı yenə. Daha çox Kung Fu Panda'dakı Shifu'ya oxşuyur. Buradaki pudranı mütləq şəkildə tez süpürürəm. Çünki mənim buralarım da mənim dəhşət qurur. Buralar yox. Amma bax bu bölgələrim çox dəhşət qurur. Ona görə mümkün qədər çalışıram pudranı üzümdə çox saxlamayın. Bu fırçalarım da Temudan'da. Gəl, nə olur? Video çəkirəm. Nə istəyirsən? Üz belə. Bu fırça setim de Temudan'da. Tak. Belə. İndi yüz kölgəsi vuracaq. Bu da Temu Production. Mənim gözlərim yumru, iridir. Ona görə mümkün qədər uzadıram ki, biraz çəkiklik versin. Müəyyən qədər. Həmən araya salım, bir balacı dilənçilik eləyim. Kanalıma abunə olmağı unutmayın qızlar. Yüz kölgəsində bu qədər. Çox az güzel kirpik diblərimdən liner keçəcəm. Önce dağ pudramızı. Belə. Kiçik bir liner çəkək. Sadəcə kirpik diblərimi tündləşdirin. Bir tık kirpiklərim qalın görsənir bunu. Lineri inci çəkmək qalın çəkməkdən çox daha çətin. Ya da mənə elə gəlir. Bu qədər fisyo dedikcə hər dəfə yenə çəkdim, düzəltdim bir şeylər. Liner çəkəndə nə ki danışmaq. Mən nəfəsimi də tuturam hətta. İndi belə bir liner çəkdim. Necə bəyənirsiniz? Qaşlarıma fikir verməyim, balacam. Düzəltməyə çalışacağım. Axır hissəsini elə bir çox qısaltmışam, ona görə gözləyirəm. Balaca uzansın, sərgiyə sal. Videoda belə sözünü nə qədər istifadə eləmişəm, editlədikcə görürəm. İndi keçək enlik. Enlikdən sonra da bir dənə maskara və makyajımız bu qədər. Enlikdən Temudan almışam. Mislinin Temuda rəsmi səhifəsi var, üst səhifəsi oradan almışam. Bu da bizim enlik fırçamız, o fırça setinin fırçasıdır. Enlik istifadə eləməyi mən həqiqətən çox sevirəm. Ağam deyəm, mənə elə gəlir ki, yaraşır. Daha şirin göstərir burna enlik tətbiq edəndə. Bir dənə kirpiklərimizi qıvıraq. Bu da belə. İndi görək biz maskaranı çəkəndə ağzımızı açırıq. Əslində belə dedim deyə, yəni öz beynimə yer etdim ki, ağzımı açmayayım güya. Amma avtomatik olaraq yəni mümkün deyil də ağzı bağlı saxlayıb bu maskaranı tətbiq eləmək. Artıq bitir, gərək maskara alım. Mən əslində elə bir dənə alıb atıram. O qutarana qədər davam edirəm istifadə eləməyə. Bir də o bitəndən sonra bütün məhsullara aid. Gərək belə eləməyim əslində. Xüsusən də bu tez quruyan məhsullara aid.
Bir neçə dənə alım atım ki, bu belə qutaranda belə qalmayın. Maskaramızda bu qədər. Hər dəfə bir şey unuduram. Makyajın əvvəlini denəmə. O qədər gözəldir. O qədər gözəldir. Yəni dodaqlarım ümumiyyətlə çox quruyandı. Çəkdiyim an o qədər gözəl təsir edir. Bu da Temu'dan aldığım dodaq qələmidir. İndi onu tətbiq edeyim. Mənim dodağımda ümumiyyətlə asimetriya var. Telefonda baxanda daha yaxşı bilirəm. Belə baxanda hiss eləmirəm. Məncə bu tərəf balacadır. Ona görə düzəltməyə çalışıram. Yəni bu tərəfi biraz daha kənarından çəkməyə çalışıram. Qələmi bəyənirəm. Ümumiyyətlə qəşəng qələmdir. Amma qalıcı deyil. Rəngi gözəldir, yayılmağı gözəldir. Qalıcılığı heç də qalıcı deyil. Təəssüf. Düzdür. Uşağa görə hardasan 8 ay, uşaq 9 aylıqdır da, 8 ay mən heç pomada tətbiq eləməmişəm. Çünki o qədər öpürəm onu, o qədər öpürəm onu. Ona görə mümkün qədər dodaq boyasından uzaq durmağa çalışmışam. Amma son zamanlarda məsəl üçün onu qoyub çıxa bilirəm deyə, son zamanlarda onu qoyub çıxa bilirəm deyə, onsuz çıxdığım müddətlərdə çəkirəm. Amma onunla çıxdığım müddətdə çəkə bilmirəm. Saçı asvetleniya dəydisə, yəni nə qədər yaxşı yerdə elətdirirsənsə elətdir. Ən bahalı kraskanı, ən bahalı nə bilim ustanı da. Yenə də o saçın strukturu dəyişirsən, onu yandıraraq açırsan da, yəni daha az zədələmiş ola bilər usta, yəni professionallar indi mümkün qədər az zədələyərək işlərini bitirməyə çalışır. Nə bilim, həmən o müddətdə nə deyirlər ona? İşləmi gördükləri müddətdə baxım falan eləyib göndərirlər. Görürsünüz ki, yumuşaqdır. Amma bir müddət keçəndən sonra hələ bir-iki dəfə baxım eləmə. Bitdi. Saç quru. Mümkün qədər heç olmasa, yəni maska falan da eləməsən, heç olmasa baxım yağı mütləq açılmış, asvetleniya görmüş saçları. Bir də həmişə uc tərəfdən daramağa başlamaq lazımdır. Xüsusən də saçınız mənim saçım kimi çox dolaşan saçdırsa, dolaşığı açmağa həmişə uc. Bir də mənim kimi belə vəhşi kimi darasaz daha tez qırılacaq. Gəlirik. Bu necə sir sifətdir, ilahi. Hələlik əynimi giyinənə qədər, giyinənə evdən çıxana qədər saçımı hörüm. Gedin, gəlirəm. O uşağın əynini giydirdin, sən gedirsən. Jiketdən zatdan. Hələlik evdən çıxana qədər saçımı hörüm ki, dolaşmasın. Elektriklənməsin falan. Mən 100 saata hördüm, siz 1 saniyə gördünüz. Belə rezinlər almışam Temu'dan. Mən salona falan gitmək xoşlanıram. Harasa gedəndə qaşımı dartmaq istəyirəmsə, saçımı yığmağa özüm həmən həll edirəm. İndi o yükümə fikir verməyin. Görmürsünüz. Takılarımızı taxaq. Geçən dəfə taxdığımı istədim taxım, amma yox. Onu taxmayacağım. Geçən vlogda əgər baxmısınızsa görmürsünüz, onu taxmışam. Bu qulağımda gördüyünüz takılarımın hamısı Temu'dan. O kadar şirindirlər. Çok sevirəm mən belə şirin şeyləri. Şirin qızam da üzüm. Bu da belə. Mən hazır. Giyinim. Çıxırıq evdən. Mən hazır. Bu da mənim sədərək vlokum. Bu Uzajımsız da hiç ara çıkmak mümkün değil tabii ki. Bazarkım aynı remod 10. Çay falan içmişim, pomadam da silinib. İndi uşağı öpəcəm, çıxacağım. Ondan sonra maşında təzə çəkəcəm. Əlbəttə ki, ən sevdiyim parfümü vurmadan çıxmaq. No. Çıxa bilərik. Biz getdik. Bye. Bu da bizim emektar. Mən oturanda fikir vermədim. Bu əskiyə yaxşı baxın. İndi başa düşəcəksiniz. Birinci saçımızı açalım.
Həmişə uşaqla saçımı yığıram deyə saç açmağa həsrətəm. Ona görə uşaqsız çıxanda çalışıyorum saçımı açım. Bana da yazık ya. Bu da mənim saçlarım. Uşaqdan sonra saçlarım əməlli başlı tökülür. Yəni öyle böyle değil. Şimdi pomadamızı çəkək. Kocanı kimsə çağırır. Eşitmirəm kocanı. Bu da pomadamı. Abi benim şeyi ıslatmam sen. Ay sus. Silememişim iyi şurada. Aa senin kaldınız. Bura niye koyarsan ki canım? Çok sağ ol. Ben donacağım. Resmen. Kamil kimse çağırdı. Sen buradan çık edirəm, eşitmirsən. Bu da yerik. Bu da sevimli papağım. Ne kadar telefon düşmeyip gösterim. Malum bizim yollardan çok kuşum. O da gelir. Nereye gidiyor o? Hacısı. Kalan Kalan orada. şeyde evde. Harda kalırlar çola. Tuğçanacımda Tuçana gideceğiz. Harda kalırlar. binada. Özümü çox bəyənəndə, yəni güzgüyə baxmaqdan Türklər demiş kəndimi alıkoyamıyorum. Ancaq özümə baxıram. İndi kamera çəkirəm də məsəl üçün. Kameraya mən baxa bilmirəm, ancaq görək özümə baxmaz, gözəlliyini görürəm. Yolda kocacığım biraz əsəbləşdirdi. Ona görə sedərəkdə açıqcası bir şeylər çəkməyə heç halım və keyfim olmadı. Ta ki bunu görənə qədər. Yerdən olanlara 30 qəpik verirsiniz, amma belə tualetdə oturmaq istəyirsə 50 qəpik. Maşın yolda qaldı, itələməyə adam axtardı. Özü əsəbləşdi deyə məni də əsəbləşdirmək məcburiyyətində idi təbii ki. Videonun sonunda getməkdəki əsas məqsədimizi də göstərəcəm. Sədərək serüvenimizin sonuna çatdıq. Öldük, bitdik. Əsas məqsədimiz uşağı yemək stolu almağa getmişdik. Gəlmişkən onu da alaq, bunu da alaq deyə neçə saat keçdi. Çox qəşəng birini tapdıq. Həm kaçeli olur, həm də yemək masası. Videomu sona qədər izlədiyiniz üçün çox sağ olun. Hələlik.